Azin Telekomun media üzrə məsul şəxsi Amin Nəzərli studiyamızın qonağıdır. Amin bəy, zəhmət olmasa yaxınlaşın masamızın ətrafına. Hər vaxtınız xeyir olsun. Xoş gördük sizi studiyamızda. Amin bəy, əminəm ki, tamaşaçılarımızın bir çoxu artıq bu barədə məlumata sahibdirlər. Hər birimizin həyatına təsir edən artıq bir məsələyə çevrilib və elektron imzadan da istifadə olunur. Amma bilməyənlər üçün və yaxud da daha dərin informasiyaya sahib olmaq istəyənlər üçün gəlin danışaq. Sima imza digər elektron imzalardan daha çox nə ilə üstündür və xüsusilə də sahibkarları nəzərdə saxlasaq, sahibkarlar üçün bu üstünlüklər nələrdir? Çox sağ olun. Dəvətə görə təşəkkür edirəm sizə əvvəlcə. Sualınıza gəldikdə isə belə deyə bilərəm ki, sima imza yaradılana qədər əvvəlki ənənəvi elektron imzaları almaq üçün mütləq vətəndaşlar hansısa xidmət məntəqəsinə getməliydilər. Yəni gedib imzanı sifariş etməliydilər, onu almalıydilər, daha sonra başqa bir xidmət məntəqəsinə gedib onu aktivləşdirməliydilər. Yəni gördüyünüz kimi ortada müəyyən bir fiziki proseslər var idi, yəni vaxt itkisi var idi, yolda qala bilərdiniz, növbələr, tıxaclar. Amma sima imza ümumiyyətlə rəqəmsal transformasiyanın bir öncül belə deyək, oyuncusu kimi elektron imza bazarına daxil olandan sonra artıq zaman və məkan anlayışı aradan qalxdı. Mən elektron imza almaqdan təbii ki, söhbət edirəm. Yəni artıq heç bir fərqi yoxdur. İş saatı bitibsə fərq etmir. Həftə sonudur, iş günləri deyil, yenə də fərq etmir. Hətta ölkə xaricində olsanız belə heç bir fərq etmir. Yəni vətəndaş, eyni zamanda sahibkar elektron imzanı istənilən vaxt, istənilən yerdən əldə edə bilir. Artıq onun smartfonu yanındadırsa və internetə çıxışı varsa, cəmi bir neçə dəqiqə çəkən proses ərzində elektron imza sahibi ola bilir. Bax, sima imzanın əsas üstünlüyü olaraq bunu qeyd edə bilərik ki, məkan və zaman asılılığının aradan qalxması. Yəni artıq vətəndaşlar saatlarla zaman sərf edib, xüsusilə də tıxacların olduğu bir dönəmdə hansısa bir istiqamətə yön almamalıdırlar. Sadəcə elektron formada bütün bu prosedurlardan keçə bilərlər və sima imzadan da istifadə edə bilərlər. Biz artıq vətəndaşların bu baxımdan necə yararlana biləcəyindən danışdıq. Amma bilirik ki, ölkədə kifayət qədər bizneslə məşğul olan sahibkarlar var. Onlar da daim, belə deyək də, işlərini necə asanlaşdıra bilərlər, bunun üzərində düşünürlər. Vətəndaşlardan savayı bəs bizneslə məşğul olan həmin sahibkarlar necə sahibkar imzanı əldə edə bilərlər? Əslində bu proses də çox sadədir. Yenə də heç yerə getməyə, sənəd toplamağa filan heç bir artıq prosesə ehtiyac yoxdur. Yenə də dediyim kimi mobil telefon kifayət edir. Çox sadə bir proses olaraq vətəndaş kimi əvvəlcə sima imza tətbiqində qeydiyyatdan keçirsiniz. Mən əminəm ki, bugün artıq ölkəmizdə bir çox şəxsin mobil telefonunda bu tətbiq var. Yəni son göstəricimiz statistikalara görə artıq 5,5 milyondan çox yüklənmə var. Nəzərə alsaq ki, ölkəmizin əhalisi 10 milyondan bir qədər çoxdur. Bu artıq ölkə əhalisinin yarısından çoxunda bu tətbiq var deməkdir. Nəzərə alsaq ki, onların bir qismi uşaqdır, körpədir. Bəli. Sahibkarlar da eyni ilə bu tətbiqi yüklədikdən sonra sadəcə ana ekranda ekranı sol tərəfə sürüşdürməklə orada üstəgəl işarəsi görəcəklər və sertifikat əlavə et yazısı olur. Bu düyməyə kliklədikdən sonra burada avtomatik olaraq bir pəncərə açılır və qeyd olunur ki, VN hesabınızı daxil edin. Təbii ki, sahibkarların VN-ləri olur və bu VN nömrəsini daxil etdikdən sonra demək olar ki, proses bitir. Siz sadəcə sertifikatınıza ad təyin edirsiniz. Yəni, mən burada imza sertifikatını nəzərdə tuturam və ad təyin etdikdən sonra artıq siz sahibkar olaraq belə deyək, elektron imza əldə etmiş olursunuz. Sima imza ilə bütün elektron xidmətlərdən istər vergi sahəsi, gömrük sahəsi, sosial sahə, bank xidmətləri fərqi yoxdur. Tamamilə sima imza vasitəsilə rahat şəkildə yararlana bilirsiniz. Qısa bir əlavə deyim, elə efiriniz vasitəsilə hal-hazırda sima imza sahibkarlar üçün tam pulsuz təqdim olunur 6 ay müddətində. Bizim promokodumuz var, 6 ay pulsuz promokodu. Tətbiqdə qeydiyyatdan keçən zaman avtomatik olaraq onların qarşısına bu pəncərə çıxacaq. Bu promokodu daxil etməklə qarşıdakı 6 ay ərzində heç bir ödəniş etmədən pulsuz istifadə edə bilərlər. Qısa bir alt notda verim. Vətəndaşlar üçün zaten pulsuzdur. Bu həmişə belə olacaq. Bu dəyişmir. Mən sahibkarları nəzərdə tuturam ki, onlar üçün də hal-hazırda
biz belə bir güzəşt kampaniyası həyata keçirdik. Yəni vətəndaşlarımız da onsuz da bilirlər, onlar üçün daimi də pulsuz olacaq, ən azından bugünkü qərara istinad eləsək. Ancaq sahibkarlar sadəcə qeydiyyatdan keçdikləri 6 ay ərzində bu üstünlüklərdən yararlana bilərlər. 6 ay pulsuz promokodunu qeyd edirlər və 6 ay ərzində heç bir ödəniş etmədən bu tətbiqdən istifadə edə bilirlər, anladığımız qədərilə. Sahibkarlar haqqında danışırıqsa, Amin bəy, elə gəlin buna biraz da fokuslanaq. Sahibkaram, zamanım olmaya bilər. Daim bir nöqtədən digər nöqtəyə yetişdikləri üçün daha asan əldə etmək istəyirlər bir çox prosesləri. Yəni, xüsusilə də bu sənədləşmə işlərini deyək. O zaman başqa birinə həmin o simanı tətbiq eləyə bilərmi, verə bilərmi deyək. Yəni, başqası onun vasitəsilə, onun adından bu işləri görə bilərmi? Varmı belə bir imkan sima imzada? Çox sağ olun, çox maraqlı sualdır. Var. Bu imkan bizim belə deyək, son mütəxəssislərimiz tərəfindən aparılan son belə texniki təkmilləşdirmə işlərindən sonra biz bu prosesi də artıq sima imzada mümkün etdik. Çünki biz müəyyən qədər belə deyək, həm sahibkarlardan, vətəndaşlardan müxtəlif rəylər topladığımız rəylər əsasında belə qərara gəldik ki, bəzən vətəndaşların, sahibkarların vaxtı olmur, həmin an imkanı olmur və yaxud müəyyən, belə deyək də, səbəblərdən onlar həmin an... Bəlkə rəqəmsal bacarıqları o qədər də bu da ola yüksək bilər, deyil. bu da bir səbəbdir. Olmur. Onlar bu prosesi həyata keçirmək üçün öz yaxın şəxslərinə, məsələn, şirkət sahibidirsə öz mühasibinə və yaxud bir ata öz övladına, qardaş öz bacısına bu formada da, yəni minlərlə nümunə göstərə bilərik. Öz etibar etdiyi şəxsə, öz sima imza, belə deyək də, bunu səlahiyyət adlandıra bilərəm. Bu imza etmək səlahiyyətini yalnız bir dəfəlik, yəni bir səfəlik ötürə bilərlər. Bu imkan mövcuddur. Bu da necə baş verir? Sadəcə sima imza tətbiqini açdıqdan sonra aşağıda belə bir düymə görünür ki, QR linki paylaş, göndər. Bu linki başqa bir şəxsə, yəni siz imzanızı ötürmək istədiyiniz şəxsə istənilən kommunikasiya kanalı üzərindən göndərə bilirsiniz və həmin şəxs buradan qəbul edir ki, bu adlı şəxs sizin adınızdan bu əməliyyatı, bu imzanı həyata keçirmək istəyir. Yəni, bu da belə deyək də, təhlükəsizlik məsələsi ilə bağlıdır. Yalnız bir dəfə deyək istifadə üçün. Növbəti dəfə yenə göndərməlidir bunu. Bəli, eyni proses təkrarlanmalıdır. Çünki bu da, belə deyək də, sizin imzanız bir çox platformalarda sizin adınızdan müxtəlif əməliyyatların həyata keçirilməsi deməkdir. Ona görə də biz bunu ona görə etmişik ki, hər dəfə imza səlahiyyətini istəyəndə bu sorğu tələb olunsun və onu da xüsusilə qeyd edim ki, öz imzasını, icazəsini verən şəxs mütləq ki, sima imza tətbiqində görür ki, onun adından hansı platformaya daxil olunur, hansı əməliyyat keçirilmək tələbi var. Yəni, özü görə bilir ki, bu gömrük əməliyyatıdır, vergi əməliyyatıdır, maliyyə əməliyyatıdır. Özü görür, tam öz nəzarəti altında təsdiq et düyməsini sıxırsa, avtomatik artıq icazəni vermiş olur. Yəni, təsdiq et düyməsini sıxmasanız heç bir problem yoxdur. Yəni, imzanız ötürülür. Amin bəy, çox önəmli nüansa toxundunuz. Bu daha çox təhlükəsizlik məsələsini aktuallaşdırır. Yəni, artıq rəqəmsal dünyada müəyyən təhlükə problemləri də var deyə bu nüanslara xüsusi diqqət yetirilir. Həm də burada ciddi prosedurlardan söhbət gedir. Təhlükəsizlik məsələsi ilə bağlı, düzdür, bir-iki nüansı vurğuladınız, amma biraz istəyərdim ki, bunu daha geniş şəkildə danışasınız ki, vətəndaşlar da, sahibkarlar da məlumata sahib olsunlar. Təhlükəsizliklə bağlı onu deyə bilərəm ki, sima imzada ümumiyyətlə biometrik texnologiya tətbiq olunur. Yəni, bu nədir? Sizin üzünüz, zaten məhsulun adından da göründüyü kimi sima, yəni sizin simanız, sizin imzanızdır. Yəni, sizin simanız unikal bir, belə deyək, anlayış olduğu üçün sizin üzünüz vasitəsilə başqa biri imza ata bilməz. Zaten simanın da ən böyük belə üstünlüyü bundan ibarətdir ki, sizin üzünüz sizin imzanıza çevrilir. Bu da elə özü ən böyük təhlükəsizlik amillərindən biridir. Bu baxımdan yəni qiymətləndirə bilərik ki, sima imza vasitəsilə həyata keçirilən bütün proseslər tam qanunidir və təhlükəsizlik maksimum səviyyədə təmin edilir. Təbii ki, biz sima imzanın üstünlüklərindən danışdıq. Sahibkarlar necə yararlana bilər? Bundan söz açdıq, amma gələcəklə bağlı planlar da var. Yeniliklər də hər zaman tətbiq olunmalıdır. Xüsusilə də biz rəqəmsal dünyadan danışırıqsa, burada daha operativ
operativ şəkildə dəyişikliklərin edilməsi zəruridir. O zaman gəlin elə Amin bəy, bu məsələni müzakirə edək ki, sima imza ilə bağlı hansı yeniliklər gözlənilir və əgər vətəndaş olaraq biz istifadə edirik, amma sahibkarlar niyə istifadə etməlidir sualını ünvanlayırıqsa, yəqin ki, bu yeniliklər həm də onları motivasiya etmiş olacaq. Buyurun. Bəli, bildiyiniz kimi ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hər biri vergi hesabatları göndərməlidirlər. Yəni bu, belə deyək də, qanunvericiliyin tələbidir. Ona görə də adətən elektron imza əldə edən şəxslərin böyük əksəriyyəti daha çox vergi əməliyyatları ilə bağlı imzanı əldə edirlər. Sima imzada artıq internet vergi dairəsində, yəni Dövlət Vergi Xidmətinin portalında 100-dən çox xidmətə inteqrasiya olunub. Yəni, bu o deməkdir ki, siz vergi portalında bugün sahibkara lazım ola biləcək, yəni bütün əməliyyatları demək olar ki, həyata keçirə bilirsiniz. Bax, ən son yeniliklərimizdən biri budur. Bu inteqrasiyalar mütəmadi şəkildə yenilənir, davam etdirilir. Bundan başqa, yəni siz banka getmədən bank hesabı sahibkarlara lazım olan ən vacib şeylərdən biri bank hesabını sima imza vasitəsilə məsafədən aça bilirsiniz. Bütün gömrük bəyannamələrinizi göndərə bilirsiniz. Və yaxud ədliyyə, hüquq, məhkəmə sahəsində olan işlərinizi həyata keçirə bilirsiniz. Ümumiyyətlə, sima üst tanıma texnologiyasına əsaslandığı üçün əlavə olaraq digər yenilərimizi də qeyd edeyim. Bu zaman-zaman bəzən mediada, belə deyək, işıqlandırılır. Mən qısaca olaraq əlavə eləmək istəyirəm ki, yaxın gələcəkdə üst tanıma ilə ödəniş proseslərini həyata keçirməyi nəzərdə tuturuq ölkədə, ictimai yaşayış obyektlərində, ictimai nəqliyyatda. Bundan başqa binalara təhlükəsiz girişi təmin eləmək üçün dövlət müəssisələri də ola bilər. Biz artıq üst tanıma kameralarının quraşdırılması ilə artıq fiziki insan, yəni mühafizəçinin, belə deyək də, nəzarəti olmadan belə vətəndaşlar üzünü kameraya tanıdaraq təhlükəsiz şəkildə binalara daxil ola biləcəklər. Və ən əsas yeniliyimiz isə sima imzanı xarici bazara çıxarmaq üzərində çalışırıq hal-hazırda. Biz artıq xarici vətəndaşlara da, yəni öz ölkələrinin pasportları ilə, vəsiqələri ilə sima imza əldə etməsini, belə deyək də, mümkün etmək üçün proses aparırıq. Hansı ölkələrdən daha çox ilkin mərhələdə, yoxsa hələ ki siyahı dəqiqləşməyib? Siyahı, belə deyək, hələ ki dəqiqləşməyib tam, proses gedir. Amma təbii ki, ilkin mərhələdə biz bunu çox güman ki, regional ölkələr, yəni bura Qafqaz, türk dilli ölkələr, bəli, bu ölkələr üzrə əsas proses gedir. Amma gələcəkdə, belə deyək, bütün regionlar üzrə bu prosesi aparmağa çalışacaq. Amin bəy, son sualımı verəcəm. Əslində dediniz ki, genişlənəcək, inkişaf etdiriləcək və bugün sima imza bir çox dövlət və özəl qurumlarında tətbiq olunur. Ancaq siyahının genişlənməz imkanları varmı? Yəni, daha çox yerdə biz sima imzanı tətbiq etmək imkanını əldə eləyəcəyimi? Dediniz ki, üst tanıma texnologiyası əsasında bu icra olunacaq, amma siyahının genişləndirilməsi məsələsi aktualdırmı hazırda? Təbii ki, zaten bizim, belə deyək, əsas məqsədimiz də budur. Yəni, ölkəmizdə mövcud olan bütün elektron platformalara sima imza inteqrasiya olunsun. Yəni, sima yaradıldığı 2022-ci ildən bəri, yəni bir gün belə deyim də, bu inteqrasiya dayanmayıb. Daim böyüyə gedib, müxtəlif platformalara inteqrasiya olunub, hal-hazırda elə MyGov üzərindən, belə deyək, MyGov ID üzərindən 200-dən çox elektron xidmətə əl çatanlıq var. Ümumilikdə isə digər bütün ölkə üzrə elektron platformaları götürsək, təxminən 1000 elektron xidmətə sima imza ilə əl çatanlıq mümkündür. Məsələn, qarşıdan, belə deyək, yaxın günlərdə güzəştli mənzillərin seçimi ilə bağlı, belə deyək, satış başlayacaq. Orada da, yəni, sima imza inteqrasiya olunub, vətəndaşlarımız rahat şəkildə həmin sistemə daxil olub, oradan güzəştli mənzil əldə etmə satışında iştirak edə bilərlər. Bu sadəcə misallardan biridir. Yəni, elektron vergi, gömrük, məhkəmə, ədliyyə, bütün sahələrdə inteqrasiyalarımız mövcuddur. Təşəkkürümüzü bildiririk. Amin bəy, minnətdarıq studiyamıza gəldiyiniz üçün sima imza haqqında biraz da geniş məlumat təqdim elədiyinizə görə.